Hər kəsə salam. 2025-i xilas edirəm gün 3-ə xoş gəlmisiniz. Bu günlərdə axşam öz baxım rutinimi paylaşacağam. Mənim üzüm həssas, qarışıq və susuz dəri tipinə uyğun gəldiyi üçün ən ideal təmizləmə yağı Skin Chonsanın məhsullarıdır. Ümumiyyətlə Skin Chonsanın bu setini xüsusilə bəyənirəm, çünki dəri tipimlə çox yaxşı şəkildə əlaqəyə girə bilir. Bu yağın üstünlüyü ondan ibarətdir ki, yəni dəridə sızanaqlara, komedonlara səbəb olmur. Xüsusilə də yağlı dərilərdə. Əvvəlcə quru üzümə tətbiq edirəm, yaxşı-yaxşı ovalayıram ki, nə qədər makiyaj, günəş kremi qalıntısı varsa, hər biri çıxsın və xüsusilə diqqət etmək lazımdır ki, quru dəridən sonra su ilə islatmaq lazımdır və o ağ bir emulsiya kimi olmalıdır. Onda demək ki, tamamilə dərdən çıxdı. Amma dərini arındırmaq üçün sadəcə yağ bəs eləmir. Ondan sonra da gərək su əsaslı yüngül bir köpükdən istifadə edəsən. Bu köpüyün də üstünlüyü odur ki, dəriyə qızarıqlıq vermir, belə deyim, təhriş hissi olmur. Daha sonra tonerə keçirik. Həm dəri nəmlənsin deyə, həm də sakitləşsin deyə ən ideal vasitə bu tonerdir. Yenə ilk bundan əvvəlki videoda dediyim kimi dəridə isidirik bunu. Amma üzə tətbiq edən zaman ancaq tap-tap-tap hərəkətlərlə edirik ki, toner dəriyə tam şəkildə hopsun. Ardınca serumdan istifadə edirik. Bu serumun özəlliyi ondan ibarətdir ki, iltihab, qızartını azaldır, dərin baryerini gücləndirir. Bu tonerdə tətbiq edəndə üzü aşağıdan yuxarı doğru deməli masaj etmək lazımdır ki, daha yaxşı təsir göstərsin. Bu toneri çox sevirəm. Həm makiyajın altında istifadə etməyə olduqca yararlıdır. Həm də ki, dərini həqiqətən də qəşəng şəkildə sakitləşdirə bilir. Onun ardınca gəlir günəş kremi. Bunu da artıq soyub ən uc nöqtəyə kimi gəlmişəm. Çox yaxşı gözaltı kremidir əslində. Həm nəmləndirir, həm də tərkibində məncə kofein var. Qoxusundan elə hiss edirəm çünki. O da gözaltı qaralıqlarına yaxşı təsir edir. Yəni, məncə effektivdir. Məsələn, səhər üz baxımındakı günəş üzr istəyirəm, gözaltı kremi yoxsa axşamı, məncə səhər Axisfy daha yaxşıdır, amma bu da pis deyil. Və son olaraq da nəmləndirici. Heç bir yapışqanlıq hissi olmur, əsla dəridə belə ağır hiss qoymur və yüngül şəkildə teksturası var. Çəkirsən və dərini rahatladır. Son olaraq da gözümün ağı qarası, dodaqlarımın xilaskarı balmı da unutmuruq. Amma əsas özəllik bundan ibarətdir ki, cilt baxımını mütləq yatağa girməmişdən 1 saat əvvəl eləmək lazımdır ki, o dəriyə xeyir eləsin, yastığa yox. Bununla yanaşı o da demək istəyirəm ki, məhsulları çəkəndə işıq istifadə eləsəm də, üzümə tətbiq edən zaman işıq istifadə eləməyi unutmuşam. Ona görə də yenidən üzümə işıq tutaraq dərimin necə göründüyünü göstərmək istədim və bunu da qeyd etmək istəyirəm ki, səhər üz baxımım və axşam üz baxımım olmaqla 2 hissədə artıq xəyal panomdakı qəşəng cilt hissəsinə bir tik ata bilərik. Onsuz da bunu bu günə kimi eləmişəm. Bu gündən sonraki günlərdə də etməyə davam edəcəm. Və bir daha üz baxımıma hər şey duşu hissəsində geri qayıdacağıq. Bu günlük bu qədər. Sağ olun.